Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu halal uyğunluq sertifikatının verilməsi prosesini həyata keçirir. Bu sertifikat məhsulların İslam qaydalarına uyğun istehsal edildiyini göstərir, həmçinin məhsulların ixrac imkanlarını da genişləndirir. Proses 4 mərhələdən ibarətdir. İlk olaraq müştəri institutun rəsmi veb səhifəsinə daxil olaraq müraciət formasını doldurur və halal ət işarəsi afsi.gov.az ünvanına göndərir. Daha sonra institut tərəfindən daxil olan müraciətlər qiymətləndirilir və müştərilərə qiymət təklifi və müqavilə təqdim olunur. Mütəxəssislər tərəfindən müəssisənin halal qaydalara uyğunluğu və qida təhlükəsizliyi idarəetmə sistemi yoxlanılır. Müəssisə tələblərə cavab verirsə, 3 il müddətinə etibarlı olan halal sertifikatla təmin olunur. Proses 4 əsas kateqoriyanı əhatə edir. Diri və xırdabuynuzlu heyvanların kəsimi və ev quşlarının kəsimi, balıq və dəniz məhsullarının emalı, qablaşdırmanı əhatə edən emal edilmiş ət məhsulları, qablaşdırmanı əhatə edən süd və süd məhsulları. Halal sertifikatlaşma prosesinin təşkil olunması məqsədi ilə din xadimləri və mütəxəssislərdən ibarət sertifikatlaşma, qərəzsizlik və şikayətlər üzrə komitələr formalaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu tərəfindən akkreditasiya edilib və İslam ölkələrinin standartlaşdırma və metrologiya institutu tərəfindən müəyyənləşdirilən beynəlxalq standartlara uyğun sertifikatlar təqdim edir.